Özün 40 milyonsan, 40 milyon, 40 dəfə sən istiqlalı ola bilərsən. 40 dəfə bu vətəni işğaldan, milləti esarətdən qurtara bilərsən. Və təkrar bir böyük imperatorluq, babalarımızın qurduğu kimi böyük bir imperatorluq qura bilərsən. Azizlər, vətən təhlükədədir, vətən xətərdədir. Bəzi terror qrupları giriblər indi İran adlanan coğrafiyanın içindədirlər. Güney Azərbaycanın sərhədlərində, sınırlarında, mərzlərindədirlər. Bunlar fürsət dalıncadılar. Minlər nəfər giribdir, silahlıdırlar, hazır olmalıyıq. Demişdim, vətənimizə mütəcaviz uzanan qolu qırarıq. Demişdim, vətənimizə təcavüz ayağı ki basır, o ayağı kəsərik. Demişdim, vətənimizə mütəcaviz gözü ilə baxan insanın gözünü oyub çaldarıq. Diqqətli olmalısan. Adını da sizə deyim. Kürdlər əlbəttə bizim dostlarımızdılar. Kürdlər əlbəttə çoxu bizim Azərbaycanımızda qonaqdılar. Onlara biz gözlərimizin üstündə yer vermişik. O yerində. Ama bu günləri dünyanın tanıdığı PEJAK terör Kürt qrupu Azərbaycana göz dikib. Bütün Batı Azərbaycan şəhərlərinə, hətta Təbrizin belə sərhəddinə, mərzinə qədər göz dikiblər. Ayıq olmalıyıq, diqqətli olmalıyıq, millətimizi qorumalıyıq, vətənimizi qorumalıyıq. Özünüz isti silah, odlu silah əldə eləyə bilərsiniz. Eləyən birsiniz, əlbəttə savaş çıxanı dedim sizə. Bütün rejimin, mulla rejiminin silah mərkəzlərini tanımalısınız indi də. Tanıdınız, o qəhrəman yiğitləri ki istir vətən və millət, milli namus, milli şərəf uğrunda can və qan fəda eləyə, onlar hücum aparmalıdırlar. Çoxlu məhəllələrdə silah mərkəzləri var, bilirsiniz. Və oradan silahlanıb, vətənini, millətini, anasını, bacısını, atasını, evladını, ailəsini, xanavadəsini qorumalıdır. Maddi, mənəvi varlığını qorumalıdır. Sən qorumasan, yine Sulduzda olan qətliamın tayı tikrar ola bilər. 1980'larda ne oldu Sulduzda? Bu dediğim terör grupları, onların bir nəsli öncələri 2 günde 1000 nəfər Sulduz türkünü öldürdülər. Ne anaya, ne bacıya, ne qocuya, ne yaşlıya, ne uşağa, ne böyüye rəhm eləmədilər. Yine yatsan səni yoxda öldürə bilərlər. Əzizlər, bütün gücümüzlə gedişatı, hadisələri, xəbərləri izləməliyik, hazır olmalıyıq, hazır olun, hazır olmalıyıq və əgər vətən və millətimizə bir xətər gəlirsə, o xətəri hətta can və qan bahasına dəf eləməliyik. Vətən və millətimizi qorumalıyıq. Və Pəhləvinin gəlib hakim olmasından daha yaxşı Güney Azərbaycan Türk Cumhuriyyətini qurmaqdır. Güney Azərbaycan Türk Cumhuriyyətini 400.000 kilometr ərazisi ilə müstəqil eləməliyik. Təbriz də bizim tarixi atamız və anamız, Azərbaycanın usarə və xülasəsi və baş kəndi paytaxtıdır. Özümüz parlamanımızı qurub, çağdaş və müasir, demokratik bir cumhuriyyəti yaratmalıyıq, dövləti qurmalıyıq və özümüz idarə etməliyik. Biz əlil deyilik, biz disabled deyilik, biz ağılsız, şuursuz və təcrübəsiz deyilik. Biz tikrar imperatorluqlar qurmuş bir milləti. Eləyə bildik bu dəfə də öz milli hükümətimizi quraq. Dedim ki, dünyada şər, dünyada pislik bitən deyil. Oğuzda, Oğuz türkündə, bizlərdə qəhrəmanlar, yiğitlər bitən deyil. Atatürklər, Babəklər bitən deyil. Mən inanıram ki, millətimizin içində bizim də Mustafa Kemal Atatürklərimiz var. Millətimizin içində bizim də Babəklərimiz var. Bizim də Səttarxanlarımız var.
Bunların hamısını çağırıram birliyə, birgəliyə. Qonşuya ümid bağlayan ata-baba sözüdür, şamsız qalar. Qonşuya ümid bağlamayacaq. Oturacaq evimizdə, düşmən gəlsin girsin evimizə. Biz onunla mücadiləni başlayaq. Milli mücadiləni başlatmalıyıq. Dedim, özümüzü hazırlamalıyıq. Bütün xəbərləri, gedişatı və hadisələri izləməliyik. Hazırlığımız olmalıdır. Müsəlləh olmalıyıq. Və toprağımızı, millətimizi qorumalıyıq. Gəlin, biz də özümüzə inanaq, güvənək və deyək ki, biz də bir daha millətimizi müstəqil, istiqlal sahibi və vətənimizi də hür və azad qıla bilərik, eləyə bilərik. Biz bunu başarmışıq dəfələr və bu dəfə də başara bilərik. Özüvə inan, özüvə güvən, sən güclüsən, sən becəriklisən, sən başarılısan, sən təcrübəlisən, sən dəfələr başarmışsan. Bu dəfə də milli mücadiləni başladıb, birlik, birgəli ilə, güc birliyi ilə inşallah mücadiləni sürdürüb və qələbəmiz, zəfərimiz yaxındır. Yaşasın, var olsun böyük Türk milləti.